Salam, Tarix Həsən İzahda kanalına xoş gəlmisiniz. Mən Səfərova İlahə. Mən bugün sizə ikinci hissədən ABŞ, İngiltərə, Fransa 17-ci və 18-ci əsrlərdə mövzusunun izahını verəcəm. İzaha keçməzdən qabaq kanalımıza abunə olmağı, videomuzu bəyənməyi unutmayın. Başlayaq birinci testdən. Birdə deyir, özünü idarə hüququ olan müstəmləkə ölkə adlanır. Bu dominion, B variantıdır burada cavab. Dominion adlanır. 2-də deyir 17-ci əsr İngiltərə inqilabından sonra parlamentli monarxiya idarə etmə formasını bərqərar edən qanun adlanırdı. İkinci variantda burada Y variantıdır doğru cavab. Hüquqlar haqqında birliyidir İngiltərədə 1689-cu ildə. 3-də deyir 18-ci əsrdə İngiltərənin dövlət idarə etmə forması idi 18-ci əsrdə. Burada da cavabımız parlamentli monarxiya idi. A variantı. İngiltərə 1689-cu ildən elə, yəni hüquqlar haqqında bildən sonra İngiltərə parlamentli monarxiyaya çevrildi. 4-də deyir, ilk dəfə parlamentli monarxiya idarə etmə forması qurulmuş Avropa ölkəsi, bu da İngiltərədir. A variantıdır 4-də də. 5. Hüquqi dövlət adlanır. Hüquqi dövlət adlanır vətəndaşların hüquq və azadlıqlarının təmin olunduğu dövlət. Bəli, burada da doğru variantımız A variantıdır. 6-da deyir 1775-1783-cü illər istiqlaliyyət müharibəsi dövründə ABŞ-nin müttəfiqləri. ABŞ-nin bu dövrdə müttəfiqləri Fransa ilə İspaniya idi. Bunun da səbəbi nə idi? Çünki bunlar özləri də İngiltərə ilə müharibə aparırdılar və İngiltərəyə qarşı ABŞ-nin tərəfində durmuşdular. Ona görə də burada doğru cavabımız 6-da D variantıdır. 7. Yorktown döyüşündə bir-birinə qarşı vuruşan dövlətlər ABŞ və İngiltərə. D variantı istiqlaliyyət müharibəsinin gedişində deməli həlledici döyüş olan, yəni döyüşün həlledici döyüş yox, daha doğrusu döyüşün taleyini həll edən döyüş Yorktown idi. Dönüş nöqtəsi Saratoga döyüşü idi. Amma döyüşün taleyini həll edən döyüş isə Yorktown döyüşü idi müharibənin. D variantıdır burada. 8. Koloniya adlanır. Koloniya adlanırdı. Burada C variantıdır. Başqa dövlət tərəfindən idarə olunan ərazi idi. Biz İngiltərə dərsinə baxsaq, biz ilk İngilis koloniyası Amerikada 1607-ci ildə salınmışdı. Jamestown koloniyası. 9. 18-ci əsrdə İngiltərənin Hindistanda rəqibi idi. Hindistandakı rəqibi Fransa idi. D variantı. 10. 7 illik müharibədə Şimali Amerikada mübarizə edən dövlətlər. Şimali Amerikada mübarizə edən dövlətlər 1 ilə 2-dir. Yəni İngiltərə ilə Fransa idi və 7 illik müharibə də olmuşdu 1756-63-cü illər aralığında. 11. Reçpospolitanın bölüşdürülmələrində iştirak etmiş dövlət. Deməli, Rusiya, Avstriya, bir də Prussiya idi. Y variantı. 12-yə baxsaq, uyğunluğu müəyyən edin. Uyğunluğu müəyyən edin. Burada deyir, prikazlar, istiqlaliyyət bəyannaməsi, şanlı inqilab. Baxın, şanlı inqilab aiddir İngiltərəyə. Burada da o variant yoxdur. İstiqlaliyyət bəyannaməsi ABŞ-yə aiddir. 2-yə götürə bilərik. Bir də istiqlaliyyət bəyannaməsi Azərbaycana aiddir. AXC dövrünə 1918-ci ildə istiqlaliyyət bəyannaməsini götürə bilərik. 2 ilə 4-ü doğru variant kimi götürə bilərik. 2-4. 13. Uyğunluğu müəyyən edin. İstiqlaliyyət bəyannaməsi. Baxın, ABŞ-də var idi istiqlaliyyət bəyannaməsi 1776-cı ildə Thomas Jefferson tərəfindən yazılmışdı. Bir doğrudur. Kontinental blokada. Kontinental blokadanı Fransa tətbiq etmişdi İngiltərəyə qarşı. Yəni 3-ü götürə bilmərik. Məclis qanunnaməsi də Rusiyada idi, Rusiyada. Yəni 5-dir. 1 ilə 5 olacaq burada. Doğru cavabımız D variantı olmalıdır. 14-ə baxsaq, ABŞ konstitusiyasına görə prezident tərəfindən Senatın təsdiqi ilə ömürlük təyin olunurdu. Burada olacaq Ali Məhkəmənin hakimləri. Yəni prezident Senat təsdiq eləyirdi, prezident təyin eləyirdi və ömürlük təyin olunurdu. Ali Məhkəmənin hakimləri. A variantı. 16. Böyük Britaniyanın müstəmləkə əsarətindən azad olan ilk ölkə bu ABŞ-dır, hansı ki istiqlaliyyət müharibəsi nəticəsində azad olmuşdu. 17. İlk dəfə hakimiyyətin bölünməsi prinsipi bu ABŞ-dadır, konstitusiyanın qanunlarına əsasəndir. 18. 18-ci əsrdə aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkə. Müstəmləkə əsarətindən çıxaraq müstəqil olması, konstitusiya qəbul edilməsi təbii ki ABŞ-dır. Eyni cavab 19-da da aiddir. Yəni ABŞ aiddir.
20-ci sual. 18-ci əsrdə dünyada ilk sənaye çevrilişi 18-ci əsrin ikinci yarısında, daha dəqiq desək 60-cı illərdə İngiltərədə başlayıb. Növbəti, Nizbi və Yorktown döyüşlərinin oxşarlığı. Hər ikisində İngiltərə iştirak edib. Nizbidə qalib, Yorktownda isə məğlub olub. 22. Yorktown döyüşünə aiddir. İstiqlaliyyət müharibəsinin gedişatında baş verib. Elə A variantıdır. 23. Möhür qanunu və Boston çay qonaqlığı aiddir. ABŞ götürə bilməzsiniz. Burada çox, belə deyim, abituriyent müdavim qaçır ABŞ götürür. Amma möhür qanunu və Boston çay qonaqlığı baş verən illərdə hələ ABŞ elan edilməmişdi. Ona görə də həmin vaxtı koloniya idi. Böyük Britaniyanın ABŞ-dakı, daha doğrusu Şimali Amerikadakı koloniyaları. Cavab C variantıdır. 24. 18-ci əsrdə Şimali Amerikada kolonistlərə qadağan edildi. Məsələn, İngiltərə gəmilərindən başqa gəmilərlə ticarət əlaqəsi saxlamaq, qərbdə məskunlaşmaq. Bax, hansı ki, D variantında qərbdə məskunlaşmaqdır. Ona görə D-ni götürməliyik. 25. 18-ci əsrdə müstəmləkələr uğrunda mübarizədən Böyük Britaniyanın əsas rəqibi idi. Bu Fransaya aiddir. Hansı ki, 7 illik müharibədə də onunla döyüşüb. 26. İngiltərə parlamentinin qəbul etdiyi hüquqlar haqqında bilə görə, baxırıq hüquqlar haqqında bilə, hansı ki, ölkədə parlamentli məhdud monarxiya sistemi bərqərar edildi. Bəli, budur. Çünki parlamentli monarxiya olub. 26 A-dır. Növbəti sual. 27. 1640-cı ildə parlament çağırmaqda məqsəd. Ümumiyyətlə, nəinki İngiltərədə parlament, Fransada başlatdılar. Çağırmaqda məqsəd hər zaman yeni vergilər təyin etmək idi. Ona görə də cavab B variantıdır. 28. İngiltərədə uzun müddətli parlamentin fəaliyyəti dövründə 1640-1653-cü illəri soruşur. Hakimiyyəti illərinə nələr aiddir? Baxırıq. Kral hakimiyyətdən uzaqlaşdırıldı. 1649 aiddir də. 29-cu sual. İngiltərədə 17-ci əsrdə inqilabın gedişatında baş verib. İnqilab 1642-46-cı illəri əhatə edir. Yaxşı, belə olan halda respublika elan edilməsi. İnqilabın gedişatında. İngiltərədə inqilab baş verib 1642-46-dakı vətəndaş müharibəsidir. Amma 1640-cı ildən etibarən İngiltərədə inqilab başlayır. Və respublikanın elan edilməsi də bu inqilabın elə demək olar ki, gedişatında baş verən hadisə olmuşdur. 30. ABŞ Konstitusiyası qəbul edilən ildə, yəni söhbət 1787-dən gedir. 1787-ci ildə Yassı sülhü ilə yekunlaşan Rusiya-Osmanlı müharibəsi başlayıb. Yəni 1787-dən 1791-ci ilə qədər davam etmişdir. 31. İngiltərənin ABŞ-ın müstəqilliyini tanıdığı ildə. Söhbət gedir 1783 Paris müqaviləsindən. Bu hadisələrə baxırıq ki, Krım xanlığı Tabrida adı ilə Rusiya tərəfindən işğal edilib, ilhaq edilib Rusiyaya 1783-cü ildə, yəni 31-də Y variantı doğru variantdır. 32-ci sual. Yenə də uyğunluqdur, sxemdir. ABŞ beşiç alimliyi, xeyr, beşiç alimliyi Osmanlıya aiddir. Almanya rekonkista aid deyil, Fransa çəpərləmələr deyil, bu İngiltərədir. Rusiyada rekrut toplamaq düzdür, İngiltərədə də aqrar çevriliş düzdür. 32-də 1, 2 variant C. Yenə də uyğunluq, çəpərləmə İngiltərə, məclis qanunnaməsi isə Rusiya. Bizdən də uyğunluğu soruşduğuna görə 33-də cavab B variantıdır. 34-cü suala baxırıq. 19-cu əsrin ikinci yarısında Respublika idarə üsulunun qurulduğu ölkə, məsələn, Fransanı götürə bilərik. Belə olan halda Fransa üçüncüdür. Bu da A variantına uyğundur. 35. ABŞ Konstitusiyasına əsasən Ali Məhkəmənin funksiyası. Bax, az öncə qeyd etmişdim bunu. Ali Məhkəmənin dediyi funksiyası nədir? Qanunların Konstitusiyaya uyğun olub-olmamağına nəzarət etmək. A variantıdır. Yenə də 36-da eyni tipdə sualdır. Burada da olacaq nə? Konstitusiyanın dövlətin ali qanunu kimi tətbiqinə nəzarət. Sırf budur da, Konstitusiyaya, belə deyim də, uyğunluğuna nəzarət. 37. 1791-ci ildə ABŞ Konstitusiyasına edilən dəyişikliyə görə, bax, burada söz mətbuat vicdan azadlığıdır. Sonra məhkəmənin hökmü olmadan qanunsuz həbslər qadağan edilirdi. Burada da uyğun cavab Y variantıdır. Qanunsuz həbslərin qadağan edilməsi. 38. 1783-cü il İngiltərə və ABŞ arasında sülh müqaviləsinə əsasən İngiltərə ABŞ-ın müstəqilliyini tanıyır, dostlar. 38-də cavab C-dir. Yəni, istiqlaliyyət müharibəsi bununla da bitir. 39. Şimali Amerikada 39-40 eyni tipli sualdır. 75-83-cü illər istiqlaliyyət müharibəsinə aiddir. Təbii ki, birində Yorktowndur, digərində isə Saratoga döyüşüdür, hansı ki, elə müharibənin taleyini həll etmişdilər.
41-ci sual. ABŞ-ın tarixinə aid deyil. Baxın, ABŞ tarixinə aid deyil soruşursa, deməli bizə 76-dan əvvəlki burada hadisə verib. O da Boston çay qonaqlığıdır, 1773. Aid deyil ABŞ-a. 42. Yenə də ABŞ tarixinə aid deyil. Burada əslində ABŞ-a aid olan hadisələr var, amma Məclis qanunnaməsi 1649 bu Rusiya tarixinə aiddir. Ümumiyyətlə, yəni bu cavab səhvdir də. 42-də cavab C-dir. 43. İngiltərənin 18-ci əsr tarixinə aiddir. 18-ci əsrdə İngiltərə baxırıq. ABŞ-la müharibədə qələbə qazanması, xeyr, məğlub olub. Stuartlar hakimiyyətinin bərpası 17-ci əsrdə 1660. Sənaye çevrilişi başa çatmayıb, əksinə başlayıb. Dövlətin Böyük Britaniya adlanmağa başlaması, bəli, 1707 Uniya, bu da düşür 18-ci əsrə. Cavab 43-də D variantıdır. Respublika 1649-da elan edilib, yəni bu da aid deyil. 44-cü sual. 17-ci əsr tarixinə aiddir İngiltərənin. 44-cü sual. İlk parlament islahatı aid deyil, sənaye çevrilişinin başlaması aid deyil. Təbii ki, uzun müddətli parlament aiddir. 1640-1653. İngiltərənin 18-ci əsr ikinci yarısına aiddir. İkinci yarı soruşur. İkinci yarı 18-ci elə A variantı. Dünyada ilk dəfə sənaye çevrilişinin başlaması. Bəli, bu A variantı aiddir. 46. 46. Üzr istəyirəm. Şimali Amerikada 75-83-cü illər istiqlaliyyət müharibəsi dövrünə aiddir. Boston çay qonaqlığı aid deyil, boykot aid deyil, sənaye çevrilişinin başa çatması aid deyil, möhür qanunu aid deyil. Bax, Fransa və İspaniyanın müharibəyə qoşulması. O bayaqki dediyim düşmənimin düşməni dostumdur prinsipi ilə bu iki dövlət İngiltərəyə qarşı müharibəyə qoşulmuşdur. 47. Şimali Amerikada 75-83-cü illər istiqlaliyyət müharibəsi dövrünə aiddir. 47-yə baxırıq, aiddir. Hüquqlar haqqında bilin qəbul edilməsi 91-dir, Konstitusiya 87-dir, Konqresə ilk seçkilər 89-dur, prezident seçkiləri, elə bundan sonra da Washington prezident seçilib. Yorktown döyüşü, Yorktown'dur, Saratogadır, bunlar istiqlaliyyət müharibəsinə aiddir. 48. 17-ci əsrdə İngiltərə tarixinə aid hadisələri quraşdıraq xronoloji ardıcıllıqla. 1607-də təbii ki, ilk koloniyası salıb, respublika elan edilib 1649-da. Hərbi islahat haqqında qanun bu 1645-dir, hansı ki, bundan sonra da yeni tipli ordu yaranıb. Elə Neyzvidəki qələbə də bu islahatın nəticəsindədir. İndi bunu quraşdırsaq təbii ki, 1-3, daha sonra isə 2-48-də D variantıdır. 49. İngiltərədə birinci vətəndaş müharibəsi dövrünə aid deyil. Birinci vətəndaş müharibəsi 42-46-cı illəri əhatə edir. Uzun müddətli parlament isə 40-cı ildə çağırılıb da, bayaqdan görün neçə dəfə dedik. Ona görə də cavab B variantıdır. Yəni, həmin müddətə düşmür. 50-ci sual. İngiltərə tarixinə aid deyil, çəpərləmə aiddir, uzun müddətli parlament aiddir, Məclis qanunnaməsi Rusiyaya aiddir, 1644 Aleksey Mixayloviç. Yəni, cavab C-dir. 51. 17-ci əsrin ikinci yarısı, 18-ci əsrdə ingilislərin Amerikaya mühacirətinin əsas səbəbləri, bax, dini təqiblər onlardan biridir. B variantı doğrudur. Bundan başqa kəndlilərin torpaqsızlaşması, bax, bu da səbəblərdən biridir, amma burada dini təqibi verib deyə B variantını götürülür. 12, daha doğrusu 52. İngiltərə tarixində 1485-1653. Baxın, 1485-də, daha doğrusu Qızılgüllər müharibəsində Tüdorlar, nəticəsində Tüdorlar hakimiyyətə gəlib. 1603-də də Yelizavetanın ölümündən sonra onun bir varisi olmadığına görə hakimiyyətə yeni sülalələr, Stuartlar gəlir. Ona görə də oxşarlıq nədir? Hakimiyyətə yeni sülalənin gəlməsi. 1485-də Tüdorlar, 1603-də isə Stuartlar. 53-cü sual. 1603-1660-cı illər İngiltərə tarixinin oxşarlığı hakimiyyətə ilə Stuartların gəlməsi. İkincisindəki, yəni 1660 restavrasiyadır. 54-cü sual. ABŞ-ın 18-ci əsr tarixi üçün səciyyəvi idi. 18-ci əsr soruşur. Bax, 18-ci əsr isə 1776, məsələn, 76-83-cü illər İstiqlaliyyət müharibəsini götürək də İngiltərə ilə müharibənin aparılması. Bax, 54-də D variantı uyğundur. Digərləri isə, ümumiyyətlə, bəziləri isə ABŞ tarixinə aid deyil. Məsəl üçün, müqəddəs ittifaqa qoşulmuyor. Burjuaziya, məsələn, orada hələ ki yox idi. Konstitusiyalı monarxiya dövlət quruluşu aid deyil. Gent müqaviləsinin imzalanması 19-cu əsrdir. Burada elə cavab D variantıdır. 55. Şimali Amerikanın 50-ci illəri. Bax, 50-ci illər deyirsə, deməli, hələ dövlət yoxdur. 50-ci illəri soruşur. Yəni, bir hissəsinin Böyük Britaniyanın müstəmləkəsi olmağı.
Digərləri, məsələn, əksəriyyəti 70-ci ildir, tutaq ki, 73-də Boston çay qonaqlığıdır, Versal müqaviləsi və yaxud da Paris müqaviləsi eyni anlayışdır, 83-cü ildir. İngiltərə müharibəyə başlaması 75-də başlayıb, məsələn, ilk müharibəsi, yəni 50-ci illərə heç biri düşmür, Konstitusiyada 87-ci ilə aiddir, heç biri düşmür. 56. 1791-ci il ABŞ Konstitusiyasına edilmiş düzəliş. Bayaq birini verdik. Məsələn, bayaqki sualda nə idi cavab? Səhv etmirəmsə, qanunsuz həbslərin qadağan edilməsidir. Bax, burada da söz, mətbuat, vicdan azadlığının verilməsi. 56-da C-dir. 57. 1791-ci ildə ABŞ Konstitusiyasına edilmiş düzəlişə görə, bax, yenə də eyni hadisə, eyni nəticə, məhkəmənin hökmü olmadan heç kim həbs edilə bilməzdi. D variantı. Dimin testlərində əksəriyyət oxşardır. Testlərin bəziləri demək olar ki, eynidir. 58. İngiltərədə aqrar çevrilişin əsas nəticələrindən biri, baxın, landlordlar deyilən bir təbəqə var idi İngiltərədə. Hansı ki, aqrar çevrilişin nəticəsində onlar daha da genişləndi. Bu landlordlar da iri torpaq sahibləri idi. Yaxşımı? Bu da uyğundur D variantına. 59. ABŞ-ın mövqeyi gücləndi. İngiltərə ordusu məğlub edildi. Bax, 59. ABŞ-ın mövqeyi gücləndi, İngilis ordusunun məğlub edilməsi. Bunlar birinci istiqlaliyyət müharibəsinin gedişatında baş verən döyüşlərdir. Hansı ki, birinci misasın Saratoga olub 77-də. Bundan sonra ABŞ-ın mövqeyi güclənir. Sonra, məsəl üçün, Yorktown döyüşüdür. Ondan sonrası ümumiyyətlə İngiltərə Versalın nəticəsinə uyğun olaraq ABŞ-ı müstəqil dövlət kimi tanıyır. Davam, burada yəni cavab Saratoga döyüşüydü. 60-cı sual. Venn diaqramı 18-ci əsr İngiltərə, daha doğrusu Böyük Britaniya və Fransa. 7 illik müharibədə qalib gəlmək Böyük Britaniyaya aiddir. Hindistanda nüfuz dairəsi uğrunda aparılan mübarizədə məğlub olması Fransaya aiddir. ABŞ-nin müstəqilliyini tanıması, bəzən burada abituriyentlər və yaxud da müdavimlər səhvən götürüb Böyük Britaniyanı seçir. Baxın, Böyük Britaniya düzdür, ABŞ-ın müstəqilliyini tanıdı. Amma axı Fransa da tanıdı. Müharibə ilə olmasa da diplomatik yollarla tanıyıb ABŞ-ın müstəqilliyini. Yəni 3 oxşar cəhətdir. Sakit Okean mülkləri burada deyil, qətiyyən bu dövrdə deyil. 5. Yorktown döyüşündə məğlub olması, bəli, Böyük Britaniya ABŞ-a məğlub olub. Deməli, 1-ə aiddir 1 və 5, 2-yə aiddir sadəcə 2, 3-ə aiddir elə 3. Variant A variantı. 61. 18-ci əsr ABŞ və Fransa. İngiltərə ilə müharibə aparmaq hər ikisinin oxşarlığıdır. Nezbi döyüşündə qalib gəlmək sadəcə İngiltərəyə aiddir. Burada da İngiltərə yoxdur. Baxın, variantların 4-ündə də 2 var. Bir də 2-ni çıxsanız, geriyə C variantı qalır. Həmişə testlərdə çıxdaş üsulundan istifadə edin. Mənim sizə məsləhətim budur. 2-ni çıxsaz, fikir verin. A getdi, B getdi, D getdi, Y getdi. Geriyə qalır elə sadəcə C variantı. Yaxşımı? Davam edirik. 62-ci sual. İngiltərədə Şanlı İnqilabının nəticələri. Şanlı İnqilab nəyə görə deyilirdi? Çünki qan tökülmədən baş vermişdir 1688-ci ildə. Burada hakimiyyətə yeni burjuaziya və zadəganlar gəldi. Bir də hakimiyyət dəyişikliyi oldu. Bu oranlı Vilhelm idi, hansı ki hakimiyyəti ələ almışdı İngiltərədə. 1-lə 4. Artıq açıq suallara keçmişik maşallah. 63. İngiltərə tarixinə aiddir. Puritan təriqəti aiddir. Sedan Fransadır. Konstitusiya qəbul edilməsi, məsələn, ABŞ-dadır. Dünya əməlxanası isə İngiltərədir. Burada cavab 1-lə 3-dür. 64. 17-ci əsrin ikinci yarısını soruşur. İkinci yarı deyirsə, Cromwellin hərbi diktaturasını götürə bilərik. Çünki 1653-dür. Yeni tipli ordu 1645-dir, götürmürük. Uzun müddətli parlament fəaliyyətə başlayıb 1640-da götürmürük. Stuartların bərpası 1660 götürməliyik. Ona görə də 64-də cavab 1 və 4-dür. 65. Hadisə nəticə. Maşallah, axır vaxtlar həm DİM-də, həm belə deyək, MİQ-də səbəb-nəticə əlaqələri çox düşür. Ona görə də bu tipdə testlərə üstünlük verməyini sizə məsləhət görürəm. Çoxlu işləyin. 65. Şimali Amerika, hadisə, nəticə. İngiltərə Şimali Amerikada müstəmləkəçilik siyasəti apardı. İstiqlaliyyət müharibəsi baş verdi. Bu doğrudur. Daha sonra müstəmləkə uğrunda mübarizə İngilis-Fransız rəqabətini kəskinləşdirdi. Doğrudur. Yorktown döyüşündə ingilislərin məğlubiyyəti vətəndaş müharibəsi başa çatmadı. Sadəcə ABŞ-ın üstünlüyü artdı. 4. İngiltərə yeni İngiltərə adlanan koloniyaların salınması, İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsi nə əlaqəsi var bu ikisinin? 5. Konstitusiyanın qəbul olunması, hakimiyyət bölgüsünün təsdiq edilməsi. Düzdür. 1, 2, 5 və dünya tarixində ilk hadisə idi bu belə.
66. 17-ci əsrdə Şimali Amerikadakı İngilis koloniyalarına köçüb gələnlərin sürətlə artmasının səbəbi. Hə, bax, bayaq demişdimi bunların səbəbini. İndi bax, eyni sualat yazıblar burada. Kəndlərin torpaqsızlaşması, bir də dini təqiblərin güclənməsi. 1 ilə 4-dür. Qalanların heç birinin heç uzaqdan yaxından əlaqəsi yoxdur. 67. İngiltərə parlamentinin 1689-cu ildə qəbul etdiyi hüquqlar haqqında bilə görə kral qanunlara veto qoya bilməzdi, düzdür. Mütləq hakimiyyət deyildi, əksinə məhdud hakimiyyətidir, 2 səhvdir. Kral parlamentin razılığı olmadan ordudan istifadə edə bilməzdi, düzdür. 67-də cavab 1 ilə 3-dür. 68. 18-ci əsrdə İngiltərənin dövlət quruluşunun səciyyəvi cəhətləri. Parlamentin və hökumətin səlahiyyətləri daha geniş idi, düzdür. Respublika idarə quruluşu mövcud idi, səhvdir. Parlament hökuməti formalaşdırırdı, düzdür. Parlament hökuməti formalaşdırırdı. 68-də cavab elə 1 ilə 3-dür. Davam edirik. İngiltərə tarixinə aid hadisə yenə səbəb nəticə. Kral və parlament tərəfdarları arasında mübarizə, vətəndaş müharibəsinin başlaması doğru. İnqilabın başlaması kral hakimiyyətinin möhkəmlənməsi yox, zəifləməsinə səbəb oldu. Yeni tipli ordu yaradıldı. Neyzbi döyüşündə kral ordusunun məğlub edilməsi düzdür. 1 ilə 3 hələ ki düzdür. Sənaye çevrilişinin baş verməsi, kapitalizmin inkişafı düzdür. 1, 3, 4 düzdür. Gəlin 5-ə də baxaq. Süarların bərpası, inqilabın başa çatması, xeyr, əlaqəsi yoxdur. 70-ci sual. Yenə də hadisə, nəticə. 7 illik müharibə, Fransanın məğlubiyyəti düzdür. Mütləqiyyətin mövcud olması, İngiltərədə inqilabın başlanması düzdür. İstiqlaliyyət uğrunda mübarizə, ABŞ-ın yaranması düzdür. Şimal müharibəsinin baş verməsi Rusiya Qara dənizdə yox. Baxın, İsveçi məğlub etməklə Baltik dənizində möhkəmləndi və ora ilk dəfə çıxış əldə etdi, düzdür. Yəni 4 səhvdir də, Qara dəniz deyil, Baltik dənizdir. 5. Respublikanın yaranması, inqilabın başa çatması səhvdir. 70-də doğru cavab 1, 2 və 3-dür. 71-ci sual. 1783-cü il Paris sülhünü imzalandı. İngiltərə ABŞ-ın müstəqilliyini tanıdı, düzdür. İsveç əleyhinə ittifaq təşkil edildi. Şimal müharibəsi başlandı, düzdür. 1700-1721-ci illərə əhatə edir. Rusiya tərəfindən Şimal ittifaqı yaradılıb İsveçə qarşı, belə deyək də Saksoniya, Danimarka və Respublikadan ibarət ittifaq qurmuşdur. 3. Şotlandiya 1-ci Pyotrun dövrüdür bu arada. 3. Şotlandiya və İngiltərə parlamentləri birləşmək barədə qərar qəbul etdi. Böyük Britaniya adlanan bir krallıq yarandı 1707-ci ildə. Buna da biz deyirik Uniya, doğrudur. 1, 2, 3 hələşi düzdür. Gəlin 4-dən 5-ə də baxaq. İngiltərə ilk dəfə Respublika elan edildi. İngiltərədə inqilab başlandı, xeyr. Krım Rusiya ilhaq edildi. İlk Osmanlı Rusiya səhvdir. 72-ci sual. Moxtis döyüşü baş verdi. Osmanlı qoşunu əksinə qalib gəlib. Burada Sultan 1-ci Süleymanın dövrüdür. 1526 Turan taktikası ilə. Hətta Osmanlının bu vaxta qədərki ən sürətli qələbələrindən biridir Macarlar üzərində. Hansı ki, günorta ikindi namazı çatmamış, artıq burada Osmanlı qalib gəlmişdir. 2. Sultan II. Səlimin fəthləri Kipri ələ keçirdi Osmanlılar, düzdür. Bax, 2 düzdür. Prut çayı sahilində Rusiya ilə Osmanlılar sazişi imzaladı. Ruslar Azov qalasına sahib olmur. Əksinə Azovu itirir. Ruslar 17-ci əsrin sonlarında Azovu qazanırlar. 1711-də Prutda itirirlər. Hər ikisi də elə 1-ci Pyotrun hakimiyyətləridir. 4. Müstəmləkələr uğrunda mübarizədə Fransa ordusu məğlub edildi. İngiltərə Şimali Amerikada müstəmləkə ələ keçirdi. Düzdür. 72-də cavab 2 və 4-dür. 73-cü sual. 17-ci əsrdə İngiltərə inqilab zamanı baş vermiş hadisələri xronoloji ardıcıllıqla düzün. Baxın, mən bunların illərini deyəcəm, çünki axıra qədər demək olar 10 sual xronoloji ardıcıllıqdır. Hamısının ilini deyəcəm, zəhmət olmasa düzməyə artıq sizlik olsun. 17-ci əsr. İkinci vətəndaş müharibəsinin başlaması 1648, hərbi islahat haqqında qanun 1645, monarxiyanın devrilməsi 1649, Neyzbi döyüşü 1645. Deyəcəksiniz, 2 dənə 45 var. Birinci təbii ki, islahat həyata keçirilib. Həmin islahatın nəticəsində Neyzbi döyüşündə İngiltərə qalib gəlib. Yaxşı, yəni birinci hərbi islahatdır, sonra Neyzbi. 74-cü sual. Respublika elan edilmək yenə də 1649, Neyzbi döyüşü 1645, Cromwell protektorantlığının yaradılması 1653, parlament tərəfindən hüquqlar haqqında bilin qəbul edilməsi 1689.
75-ci sual. Nezbi döyüşü 1645, Respublika elan edilməsi 1649, Kralın edamı 1649, Vətəndaş müharibəsinin başlaması 1642. Yenə də 2 dənə 49 var. Sadəcə kral daha əvvəl edam edilir, ondan sonra Respublika elan edilir. Yaxşımı? Birinci kral, sonra Respublika. 76. İngiltərənin ABŞ-ın müstəqilliyini tanıması 1783, Boston çay qonaqlığı 1773, Yorktown döyüşü 1781, ABŞ konstitusiyasının qəbul edilməsi 1787. 77-ci sual. İngiltərənin ABŞ-ın müstəqilliyini tanıması 1783, İstiqlaliyyət bəyannaməsinin qəbul edilməsi 1776, ABŞ-da ilk prezident seçkilərinin keçirilməsi bu aiddir 1789, George Washington prezident seçilib. Şimali Amerikada ilk İngilis koloniyaları isə Jamestown koloniyasıdır. Stuartların ilk nümayəndəsi 1-ci James tərəfindən 1607-ci ildə salınmışdı. 78-ci sual. İngiltərənin ABŞ-ın istiqlaliyyətini tanıması 1783, Yorktown döyüşü 1781, Saratoga döyüşü 1777. Xronoloji ardıcıllıq yenə də ABŞ-ın yaranması 1776, Cənub ştatlarında quldarlığın ləğvi 1866, Get müqaviləsi 1814. 80-ci sual. Nezbi döyüşü 1645, uzunmüddətli parlamentin çağırılması 1640, Vətəndaş müharibəsinin başlaması 1642, Respublika elan edilmək 1649. 81-ci sual. İngiltərədə baş vermiş hadisələrin xronoloji ardıcıllığı. Hüquqlar haqqında bilin qəbul edilməsi 1689, Vətəndaş müharibəsinin başa çatması 1646, İlk parlamentin çağırılması 1265, baxın, ilk dəfəni soruşur, 1265. 4. Uzunmüddətli parlamentin fəaliyyətə başlaması, bu isə 1640-cı ilə aiddir. Bu qədər, yəni 3, 4, 2, 1. Axırıncı sualda budur. Bu qədər, bu bizim ABŞ, İngiltərə, Fransa, yeni dövrdə 17-18-ci əsrlərdə testlərimizin izahıdır. Ümid edirəm ki, sizlərə faydalı oldu və maraqlı oldu. Diqqətinizə görə təşəkkür edirəm. Sonda təbii ki, kanalımıza abunə deyilsəniz, abunə olun, belə deyim, videonu bəyənin və rəy yazmağı da unutmayın. Növbəti mövzumuz isə Rusiya və Osmanlı 17-18-ci əsrlərdə olacaq. Bu qədər. Təşəkkür edirəm.